Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla dadı damağınızda qalacaq ləzzətli yuxa salatı hazırlayacağım. Salatı hazırlamaq üçün kök, kartof və yumurtanı əvvəlcədən qaynadıb bişirmişəm. Hər birinin ayrı-ayrılıqda rəndənin iri gözündən keçirdirəm. Əgər istəsəniz xırda-xırda doğraya da bilərsiniz. Əvvəlcədən qaynadıb qabığın soyduğum kökü də rəndənin iri gözündən keçirdirəm. Bir dəstə şüyüd, bir dəstə də göy soğanı xırda-xırda doğrayıram. Toyuq filesini əvvəlcədən qaynadıb didmişəm. Salafanın üzərinə bir dənə yuxa yerləşdirirəm. Üzərinə mayonet çəkirəm. Üzərinə mayonet çəkdikdən sonra ikinci yuxanı yerləşdirirəm. Bir dənə alt qat 2 yuxa olmalıdır. Digərlərinə tək-tək yerləşdirəcəm. Üzərinə mayonet çəkdikdən sonra kartoşkanı əlavə edirəm. Hər tərəfinə eyni qaydada yayıram. Duz, istiot tökürəm. Qeyd edim ki, duzun istiotun miqdarını zövqə görə artırıb azaltmaq olar. Bir qat yuxa yerləşdirib üzərindən mayonet çəkirəm. Hər qata təxminən 2 yemək qaşığı qədər mayonez gedir. İkinci qata kök əlavə edirəm. Duz, istiot tökürəm. Eyni qaydada yuxanı yerləşdirib üzərində mayonet çəkirəm. Toyuq filesini əlavə edirəm. Yuxa yerləşdirib üzərinə mayonet çəkirəm. Rəndədən keçirdiyim yumurtanı da hər tərəfinə eyni qaydada əlavə edirəm. Duz, istiot əlavə edirəm. Biraz da qarıqdalı konservi əlavə edirəm. Əgər evdə yoxdursa, konservanı əlavə etməyə də bilərsiniz. Eyni qaydada lavaşı yerləşdirib üzərində mayonet çəkirəm. Sonda doğranmış göyərtini əlavə edirəm. Çox ehtiyatla lavaşı cırmadan rulet şəklində bükürəm. Lavaşın üzərinə mayonet çəkdiyimizdən asanlıqla bükmək olur. Uc hissəsi altda qalır. Sonra salafana bükülü şəkildə soyucuya yerləşdirirəm. Təqribən 1-2 saat soyucuda qaldıqdan sonra doğrayıb sizə göstərəcəm. Artıq salat tam özün tutubdur. İndi kəsib içərisində sizə göstərəcəm. Gördüyünüz kimi asan üsulla, az ərzaqla, çox gözəl görünüşlü, ləzzətli bir salat hazırladıq. Sizlərə də bu üsulu mütləq sınamağı tövsiyə edirəm. Həqiqətən də çox ləzzətli, dadlı bir salat alınıb. Hazırlamağa dəyər. Videom sizlər üçün faydalı oldusa, bəyənməyi unutmayın.